Allah Resulü buyurur sallallahu aleyhi ve sellem: "Men kezebe aleyye mutaammiden feliyetebevve meq'adahu minennar." Kim mənim adımdan yalan danışarsa, bir yalan mənə nisbət eləyərsə, cəhənnəmdəki yerini hazırlasın. Oddakı yerini hazırlasın. Bu hədis göstərir ki, ey müsəlmanlar, Allah Rəsulunun adından yalan danışmaq olmaz. Onun üçün olsa da belə onun adından yalan danışmaq. O bəzi sufi təriqətlər var. Hədis danışır. Hədis uydurmadır. Elə hədis bəlkə də yoxdur. Deyir, mən onun adından yalan danışmıram. Mən onun üçün yalan danışıram. Qoy onu sevsinlər, əməl eləsinlər, desinlər bu İslamdandır, bu Məhəmmədin dinindədir. Onun üçün yalan danışır. Qardaş, onun sənin yalanına vallahi ehtiyac yox. Açıq aydın, güneş kimi açıq aydın yol qoyub gedir. Qardaş, əməl elə bitsin, qutarsın da. Yalana nə ehtiyac var? Belə insanlar var, subhanallah. Gör, şeytan necə azdırıb bunlar. Bu elə bilir ki, Allah Rəsuluna olan sevgisindən onun üçün yalan danışmaq var onun adından. Dedi, qardaş, ehtiyac yoxdur. Allah Rəsulunun yalana ehtiyacı yoxdur. Onun üçün yalan danışma, ehtiyacı yoxdur. Bizə yalan danışmaq qadağan edir. Fərqi yoxdur. Kimin üçün olur olsun. Sən olanları dev, vallahi kifayət edir. Hələ olanları bilmirlər zaten. Rəşədindən sorursan, səhər axşam zikirlərini bilmirlər. Allah Rəsulü səhər axşam zikirlər öyrədir. Elə də, elə onun adından elə də. Deyək, bax, Allah Rəsulü sallallahu aleyhi və səlləm bir müəyyən zikirləri öyrədir. Bir bunu eləyənin bu mükafat elə, onu tələqin elə də insanlara. Onu çatdır da. Sən niyə onun adından yalandan nəsə uydurursan ki, kim sənəsə bir salih əməl eləyəcək? Hə, bunun sahabı Peyğəmbər sallallahu aleyhi və səlləm gedəcək. O seviləcək, dini seviləcək. Buna ehtiyac yoxdur, qardaş. Olanı söylə. Subhanallah, sahabələr birdən xəta edərəm deyə hədis rəvayətini saxlamışlar ki, rəvayət eləmirdi hədis. Birdən səhv edərəm. Təsəvvür edək, sahabə, subhanallah. Abdullah ibn Zübeyir deyir ki, ata, kimin oğlu olur, bilirsiniz də? Zübeyir ibn Avvamın oğlu da cənnətlə müjdələmiş 10 kişidən biridir bir hədisdə. Aşərə mübəşşiri. İlk İslamı qəbul edənlərdəndir, mühacirlərdəndir. Zübeyir ibn Avvam. Abdullah deyir ki, ata da sahabədir. Görmürsən, Əbu Hüreyrə nə qədər hədis rivayət edir? Sən niyə eləmirsən? Sən hara olar? Bəli. Zübeyir ondan radiyallahu anhu, Əbu Hüreyrədən Allah ondan da razı olsun, fəzilətlidir. Baxmayın ki, o daha çox hədis rivayət edir. Lakin bu fəzilət niyə mühacirdir? İlk İslam'a girənlərdəndir. Cənnətlə müjdələnmiş ilk 10 kişidən birisidir. Əfsəldir Əbu Hüreyrədən. Nə deyir? Deyir, ey oğul deyir. Qorxuram birdən səhv eləm adından yalan deyir. Yaşlaşmışam, nə deyir? Yaşlaşmışam. Əbu Hüreyrə cavandır, o yaşlaşır. Deyir, qocalmışam, çox şey unutmuşam, birdən səhv edir. Bu gün bizim müsəlmanlar var ki, bəzən, bax, bunu xüsusən deyirəm. WhatsApp-da, Telegramda, orada, burada. Nəsə paylaşır, mənbə yoxdur. Hədis var, deyim, qardaş, bunun mənbəsi anı, deyir, hədis deyir, bildirmək hədisdir. Səbəkə səhid deyil, qardaş. Bəlkə uydurmadır, qardaşım. Hədis sənə şamil olunur, biləsən. Mənbəsiz məlumat paylaşmaq olmaz. Xüsusən hədisləri. Paylaşırlar. Allah Resulü, Həzrət Muhammed belə dedi. Mənbə yoxdur. Bu arada görmürsən də xüsusən bu türklərdə zətdir. Qardaşım, mən göstəririm hələ harda rəvayət olunur. Bəlkə belə hədis yoxdur. Hədis də nə olacaq ki? Bildiyim hədisdir, bəlkə zəifdir. Bəlkə uydurmadır. Nə olsun salih əməllərə təşviqdir, nəyəsə təşviq edirsən. Qardaş, uydurmadır da. O qədər salih əməllərlə bağlı sizə hədislər var ki, bizə kifayətdir, vallahi kifayət. Eləsə kifayət, eləyib, onlar eləmirik. Zaten eləmirik. Eləsə bizə kifayətdir, bizim sonra ehtiyacımız yoxdur yalanlara, zəiflərə, uydurmalara. Ya alim müsəlmanlar paylaşırlar, bir şəkil də qoyur böyrünə, bir gül çiçək də qoyur, birdən bəzir, Həzrət Muhammed söyləmişdir. Qardaşım, mənbəni göstər. Hədis deyir ki, kim mənim adımdan yalan danışarsa, odda, atəşdə olan yerini hazırlasın. Faizi bilən o işləri görməli deyil. Mənbəni bilmirsənsə, nəfsə xoş gəlsə də, ay, subhan, nə fəzilətli əməl desən də, qardaş, paylaşmaq olmaz. Örgən, araşdır. Səhih olsa paylaş, əməl elə. Tək paylaşmaq da yoxdur. Paylaş, əməl elə yox. Adamlar ancaq paylaşır. Hədislər paylaşır, salih əməllərlə bağlı. Özü əməl eləmir. Qardaş, bu nə mənasıdır? Qardaş. Təbii ki, əmr bil məruf, nəhy əl-münker həmişə olmaz. Özü eləməsin. Lakin ən böyük bədbəxt odur ki, paylaşdığın əməl eləmir. Başqası edir, sən əməl eləmirsən. Bu məsələdə diqqətli olmaq lazım. Mən bilmirsən, paylaşma, qardaş. Statusa qoyma. Nə bilim, orada profilə qoyma. Burada paylaşma, orada paylaşma. Mənbə yoxsa paylaşma. Kim olursa olsun. Qardaş, mənbəsini örgən gedin. Niyə? Qoy onun dini qorunsun Allah Resulü sallallahu aleyhi ve sellem. Qardaşım, ümmət üçün çalışdı, vuruşdu, canından, malından, hər şeyindən keçdi. Allah üçün cihad etdi, Allah üçün nəsət elədi, haqqı çatdırdı. Qardaş, gəlin zay eləməyək bu dini.
mənbəsiz məlumatlar paylaşma olmaz. Kimin sözü olursa olsun. Xüsusən Allah Rəsulü sallallahu aleyhi və səlləm zikr olunursa, soruşduran qırış mənbəsi nədir? Bir başqa etiraz edirlər, hədsə dəlil gətir. Qırış mənbəni deyil, ondan sonra paylaşır. Allahdan qorx. Harada kimdə görürsən, statusunda, profilində, nə bilim, orada, burada, mənbəsiz paylaşma hədis var. Allahdan qorx. Zəif demədə mən bilmirdim. Mən səhv hüccət qaldırdım da. Deyirəm, bu hədis var. Və biz də belə eşitmişik. Müəllimlərimizdən, tələbələrimizdən, şeyxlərdən. Eşitdiyimiz budur, özümüzdən demirik. Olmaz. Səhabələr belə yaşlanıb, qorxurdu ki, bir də səhv deyərəm, hədis rivayət eləmir. O ki, qaldı hələ biz. 2 dənə şey bilir, ondakı dalqabaq bilirik. Onun görə bugün hər şey Kur'anı verir. Bugün görsün nə qədər danışanlar var. Aləmi bir-birinə vurublar, çorlayıblar hər şeyi. Niyə? Hər şey tərslə-mərslə başlar ona görə. 5 dənə şey belə bilir ki, alləməd. Bu məsələdə bundan yoxdur. Adi şey sorursan, heç nə qalmır, bilmir. Nə gündə və s. və ilaxır. Ona görə gözəl qardaşlar, bu dini qorumaq lazımdır. Hər birimizin üzərinə düşür. Sənin, mənim fəal yoxdur, tələbə, qeyri-tələbə. Qardaş, bu dini qorumaq, yaşamaq, yaşatmaq hamımıza aid. Hamı sənə də, mənə də, o birisinə də, fərqi yoxdur. Özünə müsəlman deyən, mümin deyən, hər bir kəs bu dini qorumalı. Mühafizə eləməlidir, yaymalıdır, yaşatmalıdır. Ən xeyirli insanlar da onlar. Allah biz onlardan eləsin. Allah tabi bizi həmçə xeyirli müvəffəq eləsin. İnşallah gələn dərsə davam edərik. Subhanakallah və bihamdik. Əşhədu an la ilahe illallah və estəğfiruka.